Afət Fərmanqızı sosial media hesabında Vəfa Şərifovanın 10 il öncəki görüntülərini paylaşıb. Deyaz xəbər verir ki, müğənni Vəfanın estetiksiz halını izləyicilərinə təqdim etdikdən sonra öz arxiv fotolarını da təqdim edib. İfaçı həm də iştirak etdiyi toyda çəkilən görüntülərini filtrsiz, effektsiz və əməliyyatsız qeydi ilə yayımlayıb. Xatırladaq ki, ikili arasındakı mübahisələr uzun müddətdir davam edir. Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Dünəndən bura Afət Fərmanqızının bütün açığı canlı yayımları, köhnə, təzə, nə varsa hamısını mənə göndərirsiniz. Amma mən dünən elə efirdə də onu açıqladım ki sizə. Bəs Afət Fərmanqızı o canlıları mənə açmır. Və orada da mənə yaxınlaşanda, həmin o özü də etiraf edir, toyda görüşmüşük. Orada yaxınlaşanda mən onu soruşdum ki, Afət, siz mənə mi deyirsiniz? O uşaqlarla bağlı o söyüşdü, ölü söyürsüz, diri söyürsüz. Yəni bunları söydüyünüz halda mənlə niyə barışmaq istəyirsiniz? Necə barışmaq istəyirsiniz? Dedi ki, o söyüşlərin, o canlıların sənə heç bir aidiyyatı yoxdur. Hətta bir məndən düşmənçilik yaparan, məndən protiv olan bir sənət yoldaşımın adını çəkdi. Dedi ona aiddir. Rusiyada sevgilisi var, odur budur. Və bir şey də qeyd elədi ki, düzdür, orada Müğənni Qumral Musayeva ilk dəfə canlı ifası ilə efirə çıxıb. Deyaz xəbər verir ki, sənətçi verilişlərin birində canlı ifa səsləndirib. Lakin onun çıxışı izləyicilər arasında bir mənalı qarşılanmayıb. Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra bir çox izləyici müğənninin ifasını bəyənmədiyini bildirib. Bəzi izləyicilər isə səsi və ifa tərzi ilə bağlı tənqidi rəylər belə yazıblar. Sözü gedən videonu təqdim edirik. Çünki heç vaxt oxumamışam ha efirdə. Bax, bu sənin üçün ilk olacaq ha. Siz çalmayın da. Çünki mən ifa etməmişəm belə də musiqiçilərlə bir yerdə. Ona görə. Nəğmə olub gecələr, sənə lay lay çalaydı. Şirin yuxun olaydı, olaydı. Ayakların altına sererdim gül çiçeğini. Çemenimen olaydı, çemenimen. Nağlar dünyasına aparaydım seni ben. Nağlar dünyasına aparaydım seni ben. Tanınmış prodüser Təranə Səmədovanın cəzası azaldılıb. Deyaz xəbər verir ki, bu qərarı Ali Məhkəmə qəbul edib. Məhkəmə, məhkum prodüserin şikayətini qismən təmin edib. Qərara əsasən Təranə Səmədovanın cəzası 6 ildən 5 ilə endirilib. Onunla birgə məhkum edilmiş Rasim Həsənovun şikayəti isə təmin olunmayıb. Bu qərarla prodüser yaxın müddətdə cəzasının yarıdan çoxunu çəkməsi əsası ilə həbsdən azad edilə bilər. Xatırladaq ki, Təranə Səmədova və Rasim Həsənov 2023-cü ilin fevralında həbs olunub. Onlar birgə hədə-qorxu ilə pul tələb etməkdə ittiham ediliblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova 6 il, Rasim Həsənov isə 7 il müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişməyib. Azərbaycan şou biznesinin ulduzları təkcə səhnədə parlamır. Onların lüks və bahalı həyat tərzi də
hər zaman gündəmdədir. Bəziləri yeni aldıqları evlə, bəziləri isə bahalı zinət əşyaları, avtomobilləri və eksklüziv maşın və telefon nömrələri ilə diqqət mərkəzinə düşür. Əməkdar artist Coşqun Rəhimov son günlər sosial şəbəkələrdə və mediada bahalı telefon nömrəsinə görə müzakirə mövzusuna çevrilib. Sənətçi bir neçə gün əvvəl verilişlərin birində 25-30 min manat dəyərində olan mobil nömrə istifadə etdiyini etiraf edib. Xalq artisti Röya Ayxan hər zaman zövqlü tərzi ilə fərqlənir. Müğənni sosial şəbəkələrdə təxminən 221 min manatlıq bahalı görünüşü ilə uzun müddət müzakirələrə səbəb olub. Röya Ayxanın əynindəki bu bahalı geyimi məşhur brendə aiddir və qiyməti $1060. Müğənni Bahar Lətif qızı isə bir neçə gün əvvəl verilişlərin birində Ağşəhərdə yeni mənzil aldığını açıqlayıb. Evin qiyməti nə az, nə çox 500 min manatdır. Əməkdar artist Ədalət Şükürovun da qolundakı yeni və bahalı saatı sosial şəbəkələrdə böyük maraq doğurub. O, sosial şəbəkə hesabında məclislərdən birində olan görüntülərini paylaşıb. Qeyri-adi funksiyası ilə seçilən qol saatının qiyməti $8680 təşkil edir. Lüks həyatı ilə daim diqqət mərkəzində olan məşhurlardan biri də model Diana Əhədpurdur. Modelin sosial şəbəkədə paylaşdığı Hermes brendinə məxsus olan çantası müzakirələrə səbəb olub. Məlumatlara görə bu bahalı aksesuarın qiyməti 122 min manatdır. Müğənni Vəfa Şərifova da show biznesdə ən bahalı avtomobilə sahib olan sənətçilərdəndir. O, 400 min manatlıq qara rəngli Galenwagen markalı avtomobili idarə edir. Üstəlik, maşının nömrə nişanının da bahalı olması xüsusi seçilib. Müğənni Təranə Qumralın üzərindəki zinət əşyaları bir sərvət dəyərindədir. Bir neçə gün əvvəl sənətçi verilişlərin birində iştirak edib və orada olan ekspert onun saat, qolbaq, üzük və boyunbağlarının ümumi dəyərini 120 min manat olaraq qiymətləndirib. Məşhur müğənni Şəbnəm Tovuzlu növbəti dəfə sosial mediada və show biznes aləmində böyük səs-küy yaradıb. İfaçının özünə həm lüks avtomobil, həm də möhtəşəm hovuzlu villa alması çoxlarının marağına səbəb olub. Deyas xəbər verir ki, ifaçı bu barədə verilişlərin birində danışıb. O, 2023-cü il istehsalı olan Mercedes Galenwagen markalı avtomobil aldığını bildirib. Müğənninin sözlərinə görə bu maşın ona $250 min, yəni təxminən 425 min manata başa gəlib. Bundan əlavə o, 800 min manata hovuzlu villa aldığını da etiraf edib. Müğənni bildirib ki, bu addımı illərlə çəkdiyi zəhmətin nəticəsi kimi atıb və hər kəsin həyatında rahatlıq üçün belə bir məkanın olmasını arzuladığını vurğulayıb. Uşaqlara bunu etməyin, vicdanınız olsun. Brilliant Dadaşova. Xalq artisti Brilliant Dadaşova sosial media hesabında paylaşım edib. Deyas xəbər verir ki, sənətçi Qaraçuxurda pulsuz dönər paylanılmasını qınayıb. Belə ki, ifaçının yayımladığı görüntülərdə azyaşlı uşaqların çoxluq təşkil etməsi diqqət çəkib. Rayonlarda malqaranın ağzına yara düşüb. Uşaqlara bunu etməyin, vicdanınız olsun. Brilliant Dadaşova paylaşımında qeyd edib. Müğənni Beyoncé hicaba keçdi. Dünyaca məşhur pop ulduz Beyoncé yeni görüntüsü ilə hər kəsi təəccübləndirib. Deyas xəbər verir ki, Dohada olan müğənni qara hicabda kameraların obyektivinə yaxalanıb. Onun bu görüntüləri dünya mediasında və sosial şəbəkələrdə gündəm olub.